Salam əziz həmvətənlər. Bu 2 gündür ki, artıq sosial şəbəkələrdə, rəsmi saytlərdə mənim və digər QHT rəhbərlərinin həbsi ilə bağlı paylaşımlar gedir, məlumatlar yayılır. Hətta dövlət televiziyalarında da məlumat gedir. Bildirmək istəyirəm ki, bəli, qeyri-hökumət təşkilatlarının bəzilərində medal təqdimatı, medalın təsis etmək, medallara vəsiqələr yazmaq, bu hallar baş verib, araşdırılıb və bizim də Təşkilat Sabitlik və İnkişaf Mərkəzindən bağlı araşdırma aparılır. Demək istəyirəm ki, araşdırmanın nəticəsi olaraq hər kəsə məlum olacaq ki, kimlər günahkardır, kimlər səhvlərə yol verir. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, Sabitlik və İnkişaf Mərkəzində heç bir vaxt medal təsis etməsi olmayıb, medal təltifi olmayıb. Nəinki təsis etməmişik, heç bizim təşkilatın rəhbərliyinə, üzvlərinə də həmin medallardan verilməyib və verilsə də biz onlardan imtina etmişik, çünki rəsmi medal kimi tanınmamışıq. Bəli, bunu şayə də demək olar və bunu həqiqət də demək olar, çünki həqiqətən də araşdırma hüquq mühafizə orqanlarının tərəfindən aparılır, aparılmalıdır. Ancaq həbsimizlə bağlı, saxlanılmağımızla bağlı nəsə orada bir anlaşılmamazlıq var, istintaq gedir. 3 təşkilatla bağlı mənə elə gəlir ki, istintaq gedir. İlkin olaraq Sabitlik və İnkişaf Mərkəzi ilə bağlı heç bir qeyri-qanuni sənədlər, saxta sənəd mi deyəkmi, medal mı deyəkmi, belə fakt aşkarlanmayıb. Ancaq biz hər şeyə hörmətlə yanaşırıq və izləyicilərimizə bildirmək istəyirik ki, belə şeylər olandır, belə şeyləri soyuqqanlıqla qəbul etmək lazımdır və inanıram ki, yaxın günlərdə hər şey öz yerini tapacaq. Sağ olun, var olun.